İyun ayında yer kürəsi növbəti maqnit qasırğalarının təsiri altına düşəcək. Musavat.com məlumat verir ki, alimlərin proqnozlarına əsasən bu ay ərzində bir neçə aktiv gün gözlənilir. Düzür günlərdə bəzi insanlar səhhətində dəyişikliklər hiss edir. Texniki avadanlıqlarda isə nasazlıqlar yarana bilər. Mütəxəssislər ürək-damar xəstəliklərindən əziyyət çəkənlərə, yaşlılara və meteohəssas şəxslərə bu dövrlərdə ehtiyatlı olmağı tövsiyə edirlər. 14 iyun zəif G1 səviyyəli maqnit qasırğası gözlənilir. Bu dövrdə bəzi meteoroloji və sağlamlıq təsirləri mümkündür. 22 iyun ayının ən güclü maqnit qasırğası bu tarixlərdə baş verə bilər. Bu dövrdə orta yüksək səviyyədə maqnit qasırğası riskləri var. Azərbaycan ərazisində iyunun 10 gözlənilən hava şəraiti haqqında proqnoz da açıqlanıb. Bu haqda Nazirliyin xidməti məlumat yayıb. Qeyd edilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ancaq gündüz yarımadanın bəzi yerlərində qısa müddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz ediləcək. Havanın temperaturu gecə 20-22 dərəcə isti, gündüz 27-32 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-65%, gündüz 45-50% olacaq. Azərbaycanın rayonlarında əksər rayonlarda hava şəraiti əsasən yağmursuz olacaq. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə zəif duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-22 dərəcə isti, gündüz 30-35 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə isti, gündüz 15-20 dərəcə isti olacaq.